Hərbi vəzifə və hərbi xidmət haqqında qanuna əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatlı xidmətdən ibarətdir. Ehtiyatlı xidmət isə hərbi toplanışlarda iştirak və müharibə zamanı səfərbərlik qaydalarının yerinə yetirilməsini əhatə edir. Bu barədə Qafqazinfonun sorğusuna İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib. O bildirib ki, Müdafiə Nazirliyinin planlarına uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilər mütəmadi şəkildə çağırılır, tibbi müayinədən keçirilir və yararlı hesab edilən şəxslər hərbi təlim toplanışlarına cəlb olunur. Təlimlər zamanı hərbi vəzifələrə taktika, topoqrafiya, müasir hərbi texnika və silahların istifadəsi ilə bağlı nəzəri və praktiki biliklər aşılanır. Həmçinin fiziki hazırlıq səviyyəsi artırılır. Şöbə rəisinin sözlərinə görə hərbi təlim toplanışlarından yayınan şəxslər inzibati və cinayət məsuliyyəti daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən çağırış üzrə üzürlü səbəb olmadan gəlməyən şəxslər 300 manatdan 500 manatədək cərimə oluna və ya məhkəmə qərarı ilə 160 saatdan 240 saatədək ictimai işlərə cəlb edilə bilərlər.